Deməli, kükürdlə, mislə kükürd reaksiyaya girir. Diqqətlə baxaq. Mislə kükürd reaksiyaya girir. Mislə kükürd reaksiyaya girəndə nə verir? Kuprum S verir. Mislə kükürd reaksiyaya girəndə kuprum S verir. Bunu bilirik. Bizə deyir ki, 48 qram kuprum S alınıb. Kuprum S-in üstünə 48 yaz. Uşaqlar, kükürd özü 32-dir. Mis özü 64. Bunun birləşmənin emiri nə qədər edir? 96. Normalda belədir. 64, 32 girir. Bizə 48 veribsə 48 96-nın yarısı. Bunda belə çıxır ki, bunlar da yarı-yarı reaksiyaya girib də. Bu 16 girib, bu da 32. Yazsın mən. Bizə deyir ki, diqqətlə qulaq asın suala. Deyir ki, kükürd M girib, mis 4 M girib. Biz görürük ki, əslində reaksiyaya girən kükürd, misin kütləsi kükürddən 2 dəfə çoxdur. Baxın, 64-də 32 və yaxud buradakı şərtə görə 48 alınanda 16 bundan girir 32 bin. Onda uşaqlar biz deyə bilərik M-in qiyməti neçədir və artıq qalan maddə hansıdır burada deyə bilərsiniz mənə. Bizə də deyir ki, maddələrdən biri tam reaksiyaya daxil olur. Biri tam girər, digərindən artıq qalar. Onda tam girən hansıdır, artıq qalan hansıdır? Kim deyər mənə? Uşaqlar, kim deyər? 4 demişdir. Bəli, artıq qalan da budur. Misdir. Onda misdən nə qədər artıq qalıb uşaqlar? Əgər M giribsə kükürddən, dedik ki, bu 48 alınanda 16 girir. Onda bu 4 M-dir. Deməli, bunun M-i 16-dırsa 2 M-i 32. Onda 2 M girib, misdən nə qədər artıq qalıb? 2 M artıq qalıb. 2 M mis Fərid nə qədər edir? M 16-dırsa 2 M edir uşaqlar 32. Bir M-i tapın. M bizdə elədi 16. M-i tapdıq 16. Bir də bizə deyir, reaksiyadan sonra qabda olan bərk qalığın tərkibində kuprum S-in kütlə payını tapın. Görün, bunu kim deyər mi? Görün, kim deyə bilər? Reaksiyadan sonra bərk qalıqda olan kuprum S neçə qramdır? Reaksiyadan sonra bərk qalıq nə qədərdir bizdə? Kim deyər? Reaksiyadan sonra... Fərid, indi reaksiyadan sonra bərk qalıq... Fərid, reaksiyadan sonra bərk qalıq bizdə nə qədərdir? Bütün uşaqlara aid. Reaksiyadan sonra bərk qalıq bizdə nə qədərdir? Bəli, afərin, afərin. Baba, əhsən. Bax, yəni budur. Baba, buradan görürsən. Fərid, bax. 48 qram. Hə. Ay, sağ ol. Bax, uşaqlar, bərk qalıq 48 qram kuprum S-dir. 32 qram da kuprumdur. Baxın. Bərk qalıq 80-dir. Şəhla bax, 80. Düzdür, Səmaya? 80-dir. Kuprum S-in kütlə payını istəyir. Bu da 48-dir kuprum S. Fərid düzdür. 48 bölü 8, 6, 6-nı da